Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumətinin fəaliyyət dövrünə aid hadisələrin xronoloji ardıcıllığı. Diqqət edəcəyimiz birinci məqam ikinci hökumət kabineti dövrünə aid olmasıdır. Və variantlara baxanda biz burada Gürcüstan Respublikasının hərbi müdafiə müqaviləsini çıxırıq. 19-cu ilin yayına düşür. İkinci hökumət kabinetinə aid deyil. 4-cüyə aiddir. Osmanlı Dövləti sülh və dostluq müqaviləsinin imzalanması bu Batumda baş vermişdi və birinci hökumət kabineti dövrünə iyun ayına düşür. Bunu da çıxdıq. Əlimizdə 1, 3 və 5 qaldı. Baxaq, bütün ibtidai tədris müəssisələrində təhsilin ana dilində aparılmağa başlaması avqust ayında, Xəzər Ticarət Donanması gəmilərinin sahibkarlara qaytarılması qərarının verilməsi oktyabrın 5-də Milliləşmənin ləğvi qərarı yayınlandı. Azərbaycan Türk dilinin dövlət dili elan edilməsi isə iyun ayında. Beləliklə 5, 1 və 3 doğru cavabımız belə gələcək.